Paytaxtın Dənizkənarı Milli Parkında xoşagəlməz hadisə baş verib. Parkın müxtəlif hissələrində yerləşən gül sahələri naməlum şəxslər tərəfindən dağıdılıb. Əraziyə əkilmiş güllərə ciddi ziyan vurulub, xüsusilə laylələr kökündən qoparılaraq məhv edilib. Şahidlərin sözlərinə görə, bir müddət əvvəl baxımlılığı və rəngarəngliyi ilə seçilən bu ərazi hazırda baxımsız və dağıdılmış vəziyyətdədir. Bu hal həm paytaxt sakinlərinin, həm də şəhərə gələn qonaqların narazılığına səbəb olub. Öyle değil valla. Buna bak ne sağlık lan. Tam şeyini böyle. Güzellik la bu neye sındırıp Sındıracağız. Türkler.